Və məndən bir neçə yəni ölkədən sonra 4-cü stenddən ermənilərdir. Yəni onları təqdim eləyəndə bayraqlar götürüb qaçmaq istədim orada. Yəni bu Qarabağ Azad Savaşından öncə olan bir hadisə idi. Onda onların dili biraz daha çox uzun idi. Bilirsiniz, belə təntənəli bir formada Ermənistan Sualtı İdman Federasiyası danışırlar. Eşitməyə bacarırdı onlar. Bunların adından inansız mən belə qalmışam ki, bir dənə Göyçə gölüdür, adını Sevan qoymuş, o da bizimdir. 2 dənə erməni, milliyyətçi erməni, İtalyan vətəndaşı gəlib orada bir konteyner qoyub, 2 dənə akvalan qoyublar, federasiya yaradıblar. Təsəvvür edin. Bəlkə də özləri olmur. Səsləri bizə necə gəlir? Nələr yamayıblar o federasiya sözünün arxasına, inanırsınız? Bacarırlar. Bəli. Mən də dayanmışam belə. Axırda mənə Belaruslar yaxınlaşıb ki, Minskdə 18 dənə dalğıc klubu var. Alik neçə dənə klub var? Deyirəm bir dənə. Siz dəniziniz var axı deyir. Neyiniz o dənizdən? İnanırsınız?